Bu 800'lü, 8 göşəli minarədir. Qədim minarədir. Çox güman ki, məsciddə olub, amma qalmayıb. Salam əleykum, bayram olsun ari. Xoşunuz olsun. Həyətində də xan çinarlardır, güman ki. O vaxt memarlıq üslubu belə idi və elə eləyirdilər ki, təbiətlə iç-içə olurdu. Təbiəti korlamırdılar. Ağac əkirdilər, özlərindən iz qoyurdular. Atalar demişkən... Dilində hovuz var idi, o hovuz qurudu, su vermədilər. Bəli. Gəldi ağaçları ilə məhv oldu. İndi bə qulluq eləyən var. Qulluq eləyən var qonşularda. Yaxında gəb elə arıqladılar, təmiz şınollardadır, açıq dəbədən dağıtmışdı budaqlar. Bəli. Bunlar təzə arıqlayırdılar. Neçə yüz ildir yaşayırlar, yəqin ki, bundan sonra da inşallah köhlə dərindədir. Deyir, bu qala bizim qala. Həmişə bizim qala. Tihmədim özüm qalam, tihdim ki, izim qala. İndi dədələr, babalar tikib gediblər, gərək biz də mühafizə eləyək, qoruyaq. Tariximizə sayğı ilə yanaşaq. İstidadı bunun biabırçı vəziyyətdə də aşağıdadır. İnşallah restavrasiya eləyərlər. Öylənmir. İnşallah eləyərlər. Allaha təvəkkül. Çox sağ olun, var olun. Şəkiyə gələndə gəlin bu tərəflərdə ziyarət eləyin. Şəkin qədim məhəllələrdir. Sağ olun, var olun. Allah razı olsun. Sağ olun, minnətdaram. Bayramınızla mübarək olsun.